əgər istəyirsən Allaha yaxın olasan, əgər istəyirsən bəndə olasan, əgər istəyirsən əməl ilə dil bir ola, şüar verməyəsən müsəlmançılığı, doğrudan müsəlman olasan, əvvəl işin budur ki, həvayı nəfsü gərək qoyasan ayağının altına. Nəfsü itaət eləmə, Allahı itaət elə. Əgər bir adam istəyir ürəyində hikmət yarana, əvvəl işi budur ki, öz nəfsi ilə müxalifət eləyə. Nəfs bilirsən də nədir nəfs? Nəfs rahatçılığın istəyir. Yəni oruçluğun günündə içəridən vəsvəsə eləyir ki, deyir ye. İman deyir oruç tut, ağıl deyir oruç tut, bu da içəridən deyir ki, ye. İndi hələ başqaları da nəfsə kömək edir, buna deyirlər ye. Onlar da mavin olurlar da demək, nəfsin mavinidir. Bir daxildə bir düşman var, bir də xaricdə. Daxildəki nəfsidir buyurur. Buyurur, bax, sübh ki azan deyildi, istəyirsən namaz qılasan, nəfs deyir yat. İman deyir dur. Nəfs budur. Bir dənə naməhrəm görəndə, istəyirsən baxmayasan, görürsən içəridən elə o səni çəkir bir yana, deyir hələ bax. Ona deyərlər nəfs. Tövbə eləyibsən, məsəl üçün itməyəsən, ondan vəsvəsə eləyir səni, ağıl öyrədir özdə içəridən. Dəlil gətirir, deyin, day, ömürdə bir dəfə qardaşın toydu, dayındır, bu bir dəfə niyə olar? Otur, yavaş, görürsən, o çəkir o yana, əql dartır bir yana, nəfs dartır o yana. Nəfs o deyil. O ki insanları harama çəkir, yeməyə çəkir, günaha çəkir, pis işlərə çəkir, Allahın itaətin eləməməyə dəvət eləyir, şeytanın ibadətin dəvət eləməyə dəvət edir, çəkir, onun adına nəfs deyərlər. Ki, öz barəsində danışanda, inşallah hədislər oxuyarıq ki, nəfs yəni nə? Peyğəmbər nəfsi bizə nə cür tanıtdırır? Həzrət buyurur ki, əgər bir adam istəyir hikmət yarada, öz içərisində, qəlbində nuraniyyət yarada, əvvəl işi budur. Bax, hədis belədir, buyurur, içərinizdə mübarizə aparın. Nəfslərinizin, istəklərinizin əleyhinə. İstək, çox şey istəyir insanlar. Amma əsas budur ki, Allah nə istəyir? Müsəlman təslim sözündəndir, yəni müsəlman Allaha təslimdir. Nəfsi də qoymur insan Allaha təslim ola. Nəfsin özünün bir əmirləri var, Allahın da bir buyurduqları var. Nəfs istəyir öz istədiklərinə insanı çəkər. İnsan nəfsinin bəndəsi ola, Allahın bəndəsi olmaya. Həzrət buyurur ki, daxilinizdə mübarizə aparın. Nəfslərinizi qoyun ayağınızın altına, ta inki təhillu qulubəkum əl-hikmə, ta hikmət ürəklərinizə daxil olsun. Olmaz ki, nəfs qəlbidə həm nəfs ola, həm də hikmət ola. Bunlar ikisi bir yerdə olmaz ki. Əgər istəsən hikmət daxil ola, onda gərək onu çıxardasan. Bir ürəkdə iki məhəbbət bu olmaz. Həm günahın məhəbbəti ola, həm də hikmət daxil ola ürəyə. Bu olmaz. Həzrətin bir hədisi var, buyurur, qəlb Allahın hərəmidir. Allahın hərəminə, Allahdan başqasına icazə verməyin daxil ola. Əgər ürək Allahın hərəmidir, Allahın hərəminə da Allahdan başqasını nə üçün icazə verirsən? Hər günah gəldi, hər nə istədin eləyəsən, icazə verəsən girə ürəyivə, malın məhəbbəti, sərvətin məhəbbəti, dünyanın məhəbbəti, qadının məhəbbəti, nə bilim, sən nə qədər deysən de, onlar hamısı daxil oldu ürəyivə, onda da ürəkdə Allahın məhəbbəti qalır. İki məhəbbət bir ürəkdə olmaz ki. Odur buyurur, bax, çün qəlb Allahın hərəmidir,
Allahdan başqasına sən icazə vermə ki, daxil ola. Qoy elə o qalsın Allah üçün. Əgər o cür olsa, onda hikmət yaranar ürəkdə. Həvadən, nəfsidən, həvai nəfsidən tabilik eləmə ki, əgər nəfsidən itaət eləsin, axırda səni Allah yolundan çıxardar o. Hey yavaş, 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 vəsvəsə, 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 axırda Allah yolundan çıxardar. Əvvəldən bir dəfə qabağın al və həmişədən müvazib ol, müraqib ol, nəzarət elə ki, o qələbə eləməsin. Harada o qələbə eləyir, insanın işi xarab olur. Bu bir. İkincisi buyurur ki, nəfsin ki qabağın aldın, niyyəti düzəld. Əgər hikmətə müştərisən, bazarda çox şey satırlar. Hamısının da müştərisi var. Amma hikmətin bazarı kasaddır. Kimdir hikmətə müştəri ola? Neynir hikməti? Yeməklər qalıb, geyməklər qalıb, Mercedeslər qalıb, dollar qalıb, hikməti neynir? Nə çıxacaq ona hikmətdən? Hikmətin bazarı kasaddır, orada basabas döyür. Hər vaxt geçsən qəbul eləyəcəklər səni, amma onlar hələ-hələ qəbul eləmirlər. Bazarın kasad olmağına baxmayaraq, onlar farslar demişkən danə doroş istirlər. Danə doroş yəni seçilmiş. Ağaçda deyir, bir dənə alma olsun, amma gözəl olsun, şirin olsun, yetişmiş olsun. Neynirəm 1000 dənə qurt yemiş almanı? Qoy onu yel aparsın, qoy onu sel aparsın. Bir dənə alma istirəm, amma şirin istirəm, gözəl istirəm. Allah buyurdu ki, mənim mələkələrim məni insanı yaradanda deyir, düz yaratma, qan tökər. Qoy qan töksün, neynir eləsin, baxın Zəhranın ibadətinə. Bax, o bidəniyə görə mən bunları yaratmışam. Ta bunların içərisində bir dənə Zəhra kimini ola. Bir üzün xatirinə hamımıza qurban mən olum. Bir üzün xatirinə. Buyurur, o bir dənəyə görədir ki, bağman görürsən, bağa su verir, suyun içərisində güllərə su verir. Amma alaq da su içir. Bir dənə gülün şotuna, belə alağın hamısı su içir. Bağman ona su vermir. Buyurur, bax, bu dünya, bu aləm, bu yaradılış, bu yer, bu gök, bu dəniz, bu su, bu meşə, bu üzənlər, bu uçanlar, bu sürünə, hamısı insanındır. İnsanın da içində hamısı ayaq altında gedəndir. Onların hamısı ayaq altında gedir. 1 milyon məktəbdə uşaq oxuyur, 5 dənə onun içindən böyük alim çıxır ki, dünyada tanınır. O 5 dənəni gərək o 1 milyon olsun ki, onun içindən o 5 dənə çıxsın. Ona görə də buyurur, bax, bunların hamısı ayaq altında qalandı. Bunlar hamısı o alaqlardır ki, bağda ayaq altında qalır. Bəzi alağı qoyun da yemir. Bilirsiniz də siz? Bəzi alağı mal da yemir, heyvan da yemir. İnsanların da içində ondan pis insanlar var ki, Quran buyurur ki, bəlhum əzəl, heyvandan bunlar alçaqdırlar. Həzrət buyurur, bax, beləncidir. Əgər istəyirsən sən hikmətə yaxınlaşasan, onda nəfsün bir qoy ayağının altında, ondan şey olmaz. İkincisi budur ki, niyyəti düzəldəcəksən. Hər iş istəyirsən görəsən, onu gərək hesaplayasan. Əgər gördün Allahın rizayəti var, bu işi gör. Əgər başqa niyyətlərə görə eləsən, onlar mənə qəbuldur. O ki, mənə görə eləyibsən, mənə qəbuldur. Bax, hədis belədir. Buyurur, əgər bir insan 40 gün, çox da vaxt vermir, deyəsən, 40 il.
40 aydadır, 40 həftədədir, 40 gün. 40 gün buyurur, əgər niyyətində Allahdan başqa heç bir şey olmaya. Əgər belə olsa, hikmətin mənbələri, çeşmələri, bulaqları bunun qəlbindən cari olar, dilindən tökülər. Əgər 40 gün saxlaya bilsə, oradan bilinir ki, çox çətindir. Oradan bilinir ki, asan şeydir.